değerli izleyiciler, herkes hoş gördük. Bugün Ramazan ayının 15. günüdür. Çoxdan da vlog kanalımıza çəkiş eləmirdik, başımız qarışıq idi. Bu günləri Günel'e hediye almağa gəlmişəm. Hediye deyəndə Günel'in sevdiği ev əşyaları, stol almağa gəlmişik və Riyad Ticarət Mərkəzində. Salam dostlar, xoş gördük hər birinizi. Bugün Riyad Ticarət Mərkəzinə gəlmişik. Bilirsiniz ki, bir mənim mətbəximdə, aşağı mətbəximdə stolum var, yəni heç bir yerdə stolum yoxdur. Həmişə də mənə irad tutursunuz ki, gələndə qonaq niyə yuxarıda açmırsınız stolu? Çünki orada stolum yoxdur. Bugün gəlmişəm ki, bir stol alım, görək qiymətinə, büdcəmizə uyğun razılaşacağıq. İnşallah ki razılaşarıq. Allah hamının aldığından, qoyduğundan xeyir versin. Amin. Bir vaxt burada çəkiliş eləmişdik dəyərli izləyicilər. Mebellər haqqında sizə qiymətləri təqdim eləmişdik. Qəşəng baxışlar oldu. Bir çox müştərilər də gəldi. Вы приехали. Bu arada bir çox izləyicilərimiz yazmışdılar ki, o navigator hansı proqramdır, istifadə edirsiniz. Mən navigatoru yol tanımaq üçün yox, radarları göstərmək üçün, bir də əsas ən çox da tıxacı göstərir bu. Düzdür, Azərbaycanın da navigatorları var, amma mən Yandex'i istifadə edirəm. Yandex navigatoru çünki ən dəqiq işləyən odur, mən yoxlamışam. Və tıxacları, ən çox mənə tıxacları, qısa yollar göstərir online versiyasında. Offline versiyasında amma göstərmir. Yəni bunu yadıma düşmüşəm, qeyd elədim. Və bir vaxtı sözümün davamını gətirim. Biz gəlmişdik burada mebellər haqqında sizə qiymətləri demişdik. Və yenə də gəldik, görək indi bizə kim icazə verəcək çəkilişə. Biz ki, çoxları icazə vermirlər. Biz onları pozlu reklam eləsək belə. Görək kim icazə verəcəkdir və sizə mebelləri təqdim edəcəyik. Biz də özümüzdə baxdıqsa bir yerdə bu mağazaları səyahət edəyəm. Dəyərli izləyicilər, axtara gəldik. İdeal mağazasına gəldik. Gəlin burada baxaq, görək nə var. Salam əleykum. Çox sağ olun. Nətərsiz? Sağ ol qadası. Biz stollara baxmağa gəlmişik. Hoş gəlmişsiniz. Sağ. Hə. Necə bir modellə maraqlanırsınız? Buyurun. Hər cür çeşidlər var. Plastika, avangard, modern. Bax bu stollarınız da qəşəngdir. Bu stolunuz neçədir? Bu stollarımız deməli Rusiya istehsalıdır. 8 nəfərlikdir, 8 stullandır. Açılanda olur deməli 10 nəfərlik, 2 metr 47 sant olur. Qiyməti çıxır 1850 manata. Bu gəlmə stoldur da. Bəli, bəli. Bunlar gəlməz stoldur. Bunların kremov rəngi də var. Masası kremidir. Bəli, masası, stulların ayaqları, parçası da fərqli olanı da var. 6 nəfərlik də var, 8 nəfərlik də var. Buyurun, başqa modellərimiz də var. Çox modellərimiz. Plastik modellər istəyirsizsə, plastik modellər. Bu divanınız da qəşəngdir. Bax, bu divan neçədir? Bu divanın da qiyməti çıxır. Deməli, qolları, arxa spinkası açılır, ayaqlar fıstıqla yığılır. Ha, bu şey, mexanizmdir elə? Mexanizmdir, bəli. Açılırlar. Böyüyür, hə. Arxa spinkası da açılır, böyük bir taxt olur. Deməli, fabrik malıdır. Bu neçədir? Qiyməti çıxır bunun, deməli, 1850. Qəşəngdir amma. Çox qəşəngdir. Bu biraz mənim divanıma oxşuyur, bax. Hər qiymətlər var. Divanlarımız başlayır, uqlavoy divanlarımız 1000 manatdan başlayır. Təmiz fabrik mallarıdır, Uğur fabrikinin malıdır məsəl üçün. Hər iki tərəfi açılır, baza ilə sağ-sol eləmək olur. Parçası nabukdur. Yəni, qupqası Rusiya qupqasıdır. Qiyməti çıxır 1300 manatdan. Bu stolumuz? Bu stolumuz var, təmiz MDF, üstü boyadır. 6 dənə stulla açılan
yəni masadır. Qiyməti çıxır 1400 manata. Rəngdir, məsəl üçün ölçüdür, dəyişir. İstəyə görə də. Bəli, istəyə görə, uzun qarşılarına görə. Bu cür divanlarımız var. Belə modern üslubda stol stullarımız da var. Hər qiymətlər var. Məsəl üçün 6 dənə stulla qiyməti çıxır 1350 manata. Belə bir divanımız var yenə, Rab firmasınındır. 3 il rəsmi şəkildə zəmanət veririk, hər iki tərəfi açılır. Qiyməti çıxır 1450 manata. Bəli. Ölçüdür, parçadır, istədiyiniz zövqə uyğun dəyişirik. Bax, belə bir yatağımız var, ən son gələn modeldir. Bəli, bəli. Çox sadə və şık modeldir, böyük ölçüdədir, taxtı 1.82-dir. İçərisi qəşəng, genişdir. Bəli. Bax, belə bir dəstir. Onun hələ qoyun bizə dəqiqə üzr istəyirəm sizdən. Buyurun. Bax, içərisi çox geniş, dərin. Özü də baxın, materialı çox qəşəngdir. Onun da qiyməti çıxır 2400 manata. Belə bir termosu var. Termoda 3 dənə yumru güzgü, hər tərəfində işıqlandırma sistemi var. Nasik kimi də istifadə eləmək olur. Taxtın da başı yenə işıqlandırma sistemindəndir. Bəzi hissələri MDF-dir. Baxın, MDF-dir. Qapılar, üst tablolar hamısı MDF ilə yığılıbdır. Bunların materialı Türkiyədən gəlir, amma burada fabrikdə yığılır. Çox keyfiyyətli maldır. İstədiyiniz rənglə də yenə də sifariş verə bilirik. Belə divanlarımız var, məsəl üçün, qiymətləri çox münasibdir, 1200 manata. Nabuk parça ilə yığılıb, taxtadır, işləmələri, ayaqları taxta ilə, fıstıqla yığılıb, açılır, sağ-sol da eləmək olur. Bəli, bəli. Bəli. Nömrələrimiz də orada yazılıbdır. Bax, belə bir stul var, laf otağa da. Bu da təmiz türk istehsalıdır. Qiymətlər bizdə çox münasibdir. 6 dənə stulla, açılan masa ilə MDF-dir, ayaqlar taxtadır. Qiyməti çıxır 1350 manata. Bizdə Rusiya istehsalı da var. İstəyirsiniz göstərin, Rusiyadan gəlmə. Yataqlarımız var, klasika var, modern üslubda var, göstərin. Bəli, baxın onlara da. Balaca otaqlar üçündür, onlar 4 qapılı. Bax, bu da çox qəşəngdir. Baxın. Həmi bazadır bir tərəfi, o birisi tərəfi də dəmir mexanizma ilə açılır. Böyük bir taxt olur. İstəsəz, bax bunun, məsəl üçün, parçalar, yəni problem deyil. Nə rəng, hansı parça ilə istəsəz. Bax, bunlar təmiz Rusiyadan gəlmiş yataqlardır, 4 qapılıdır. Taxtı, şifaneri, termosu, hamısı içindədir. Çox keyfiyyətli mallardır bunlar da. Elə, onlara uyğundur. Bax, bu onun taxtıdır. O modelin taxtıdır. Bu taxtıdır, 2 tumbuşqasıdır, termosudur. Qiymətlər də çox münasibdir. Qapılar hamısı membranla yığılıbdır. Altı təmiz taxta ilədir, üstünün döşəyi 2500 manat civarındadır qiyməti. Masa yerli istehsaldır, material Türkiyənidir. Açılır, açılanda da 8 nəfərlik olur. Tək masanın qiyməti çıxır 700 manata. Bu model çox satılan, çox bəyənilən modeldir. Bu model deməli İtalyan modelidir, Rusiyadan gəlir. Orada da var idi onun korичневый rəngi. Bu da onun krem rəngidir. Bəli, korичневый rəngi var idi. Odur. Onun ağ rəngi. Onun kremi, hə. Rusiyadan gəlmə maldır. O spalnilər, onlar Rusiyanındır. Bayaq göstərdiyim. Bax, bu da yenə. Spalni deyil, yataq. Yataq dəstlərimiz, bəli. Yataq dəstlərimiz, bax, onlar da yenə Rus istehsalıdır, Rusiyadan gəlmədir. Yenə 4 qapılı şifaneri şkafıdır, 2 tumbuşqasıdır, termosudur, taxtıdır. Qiyməti çox münasibdir, 2300 manatdır qiyməti.
Yəni müştərilərimiz gələrsə yenə də endirimlərimiz var. Çox gözəl modeldir o da. Sadədir, çox bəyənilir. Sonra yenə Belarusiyadan gəlmə bax belə bir klassik modellərimiz var. Bunlar da yəni zövqdən asılıdır. Klassika sevənlər üçün çox keyfiyyətlidir bax bunlar. Gördüyünüz kimi yenə taxtıdır. 1.80-dan 2-yə şifanyeridir. Termosudur, 2 tumbuşqasıdır. Bu da qiyməti çıxır 3200 manat. Bunlar təmiz MDF-dir. Materialları çox keyfiyyətlidir, həm də parlaqdır. Hamısı ayaqlıdır, altları hündürdür, silinir, təmizlənir. Bax, belə bir modellərdir. Bunlar da klassik modellərdir yenə. 8 nəfərlikdir, açılanda böyük olur, 10 nəfərlik olur. Yəni stulların parçasında dəyişim eləmək mümkündür, rəngləri dəyişmək olur. Altı tumbalıdır, həm də hündürdür yerdən, silinir, təmizlənir. Təmiz üstü MDF-dir, ayaqlar taxta ilə istehsal olubdur. Keyfiyyətli mallardır bunlardır. Fabrikdir. Yerli fabriklərdir bunlar, bu stullar. Yenə bax, bu Belarusiyanındır. Bax, bu yataq dəstimiz. Şifaneri çox böyükdür, 2 metr 70 santıdır. Taxta 1.80-dan 2-yə. Çox genişdir içərisi. Baxın, dərin. Polkaları, asılqanları. Yəni, klassika sevənlər üçün əla bir modeldir bu da. Gördüyünüz kimi çox böyükdür şifaneri. Taxtı, şifaneri. Çox qəşəngdir, bəli. Avalnidir. Qapılar avalni gəlir. Bax belə, təmiz MDF boyadır. Sırf Belarusiyadan gəlmədir. Yenə bir plastik model. Bunlar yerlidir, amma fabrik malıdır. Bunlar da təmiz MDF boyalı mallardır. Həmçinin bunun qonaq dəsti də var burada. Yataq, qonaq. Bəli, bu da bunun qonağıdır. Bunlar elə bil ki, burada 2 qapılı göstərilibdir. Bunların tək qapılısı da var, komotudur. Masa burada böyük masadır. Elə bil 2 metr 80 santıdır. Bunun 2.40-ı var, açılır, məsəl üçün daha böyük olur. Fərqli qiymətlərədir. Ayrı-ayrı başqa qiymətləri var, dəst ayrı qiymətləri var. Münasibdir qiymətləri. Yatağın qiyməti məsəl üçün başlanğıc qiyməti deyirəm də 3500 manatdır, amma hər birində endirimlər var. Belə klassik, çox qəşəng divan kreslolarımız var, məsəl üçün uyğunlaşdırıb götürməyə. Bu da çox qəşəngdir. Klassik modellərimizdir, yenə divan kreslolardır. Bunlar da çox keyfiyyətli mallardır. Bunların da parçasında taxtasının rəngində dəyişim eləmək mümkündür. Çünki bunların materialı gəlir xarici ölkədən, burada istehsal olur, karkazları hazır gəlir. Yəni bunlarda da sizə görə bura gələn müştərilərə görə də hər birində endirim eləyəcəyik inşallah. İnşallah. Buyurun. O stol da yenə modern stoldur. Bunun çox fərqli stul növləri var. Bu masa məsəl üçün 4 ayaqdır. Ayaq təmiz taxtadır, üstü MDF şifondur. Açılanda böyük olur. Rab firmasınındır. Fabrik malıdır. Material gəlir, burada istehsal olur. Ayaqlar təmiz fıstıqdır. Stulların da fərqli növləri var. Məsəl üçün belə bir stulla parça dəyişimi var. Belə stulla. Yəni stul növlərimiz çoxdur. Çox möhkəm, keyfiyyətli stullardır. Özü də təmiz fıstıqla yığılıbdır. Taxtadır, materialı da fıstıq ağacındandır. Bax, belə bir model. Belə bir divanımız var, yenə Uğur fabrikinindir. Qiymətləri münasibdir. Məsəl üçün, bunun başlanğıc qiyməti çıxır 2000 manatdan. Amma yenə də deyirəm, gələn müştərilərimizə, sizin səhifədən bizi izləyən müştərilərimizə çox yaxşı endirimlərimiz olacaq. Bu da yenə Uğur fabrikinindir. Bu da təmiz taxta ilə, fıstıqla yığılıbdır. Arxa spinkalar hər biri arxaya gedir. Künc belə arxaya gedir.
Yəni parça dəyişimidir, ölçü dəyişimidir, yenə də mümkündür. Qiyməti 2200 manatdır. Endirimləri var. Qollarında fərqlilik yaratmaq olur. Məsəl üçün bax bu cür eləmək olur. Məsəl üçün belə qoymaq olur. Bax bu cür eləmək olur. Arxa spinkalar hamısı arxaya gedir, böyüyür yatmaq üçün. Bax bu formaya salmaq olur və yaxud belə qoymaq olur. Bəli. Belə qoymaq olur. İstədiyiniz kimi formalarını dəyişmək mümkündür. Bax bu neçədir? Bax belə bir divanımız var. Balaca kiçik otaqlar üçün nəzərdə tutulubdur. Bir tərəfi bu cür bazadır. Bəli. O biri tərəfi isə dəmir karkazla açırsan, böyük bir taxt olur. Bu döşəkçələri də götürəndə üstündən çox böyük olur. Yəni o açılıb gəlir onun bərabərinə böyük bir taxt olur. İstədiyiniz ölçü ilə, yenə də deyirəm, istədiyiniz parça ilə də sifariş verirsiniz. Bu da yenə fabrik malıdır, RAB firmasınındır. 3 ildə rəsmi zəmanəti var. Bu neçədir? Qiyməti çıxır 1200 manata. Belə bir gözəl plastik divanımız var. Çox gözəl rəngi var. Təmiz taxta ilə yığılıbdır. Bizim yerli ilə türk istehsalının, Türkiyənin birlikdə olan istehsalıdır. Çünki bunların karkazı Türkiyədən hazır gəlir, amma üzdənməsi buradadır. Parçası da çox gözəldir. İstədiyiniz rənglə də yəni dəyişmək mümkündür. Ona uyğun stolumuzdur. Eyni parça ilə, eyni rənglə. Çox qəşəngdirlər. Bax, bunlar hal-hazırda ən axırıncı gələn modellərimizdir. Yəni, klassika sevənlər üçün bizdə yaxşı klassik modellər var, seçimlər var. Bəs bu ayağı dəmirli stollarınız neçədir? Kofe stəkanları da həqiqət stolu. Aslında bax bu ayağı dəmirlilər var. Ayağı dəmirlilər, yəni var ayağı, məsəl üçün, elə material var ki, su dəyəndə, məsələn, vaxt keçəndə qaralır. Bunlar yox. Bunlar da qaralmır. Bax, bunların dəmirləri qaralmır. Qiymətləri də 180 manatdır, amma endirimləri var. Bəli, bir dənəsi 180-dır. Bu da fabrik malıdır. Dəst bunun 6 dənə stulla bu masa açılanda olur 2 metr, deməli 50 santı. Qiyməti çıxır bunun 2400 manata. Bax, belə bir yenə masamız var. Sadə klassika sevənlər üçündür. Bax, bu masa. Eni 1.10-dur, 2 metr 20 santıdır. Açılanda olur 2 metr 60 santı. Böyük masadır. Sadəcə biz yanına belə stullar qoymuşuq. Kim hansı stulla bəyənsə, stullarda dəyişmə mümkündür. Başqa stullarla da götürə bilərsiniz. Üstü təmiz MDF boyadır, altı təmiz taxta ilandır. Böyük masadır yəni. Böyük otaqlar üçün. Bax, belə bir stul var. Bu da çox qəşəngdir, çox bəyənilən modeldir. O da yenə ayaqlar taxta, üstü MDF boyadır. Masanın uzunluğu 2 metr 80 santıdır. Yəni, kim istəsə onu açılan da sifariş verə bilər. İstədiyi ölçüdə verə bilər. Qiyməti çıxır, deməli, 2300 manata. 8 stulla. Təmiz MDF-dir, boyalıdır. Üstü də boyalıdır. Belə bir gözəl modelimiz var. Yəni, modelin özü Türk sərgisindən götürülmüş gözəl bir modeldir. Material gəlir, sadəcə burada Azərbaycanda fabrikdə istehsal olur. Baxın, içərisi çox genişdir, çox qəşəngdir, hündürdür. Məsələn, bunun bir özəlliyi var ki, bu şifanerin 3 hissəyə bölünür. Baxın, altda 2 dənə sirtməsi var, asılqanıdır. Burada da yenə həm asılqan var burada da, həm də bax belə polkaları var. Şifanerin özəlliyi odur ki, 2-2 qaplar ayrılır. İstədiyiniz yerə ayrı vəziyyətdə də qoya bilərsiniz. O da onun termosu çox gözəl, genişdir. Material təmiz MDF-dir, ipək boya ilə boyanıbdır. Keyfiyyətli maldır, çox. Baxın. Bəli, bəli, açılır belə. Bax, bu cür. Çox qəşəngdir. Keyfiyyətli maldır bu da. İstədiyiniz parça dəyişimi var. Bəli, bişmiş şüşədir, bunlar sınmır. O da modelin üstündə
olan bir şeydir də, yəni o dizayn. Onu qoymaya da bilərsiniz, ancaq model bu cür modeldir də. Telefon, nə bilim, nəsə qoymaq üçündür. Hə, onu. Taxta 1.80-dan 2-yədir. Değerli Zəhra, bax, mənə verdiyi hədiyyə bax, siz Allah. O, elə deməyin. Mənə bunu verirlər hədiyyə, deyə qavanqoz çəkirsən. Hədiyyənin böyük kiçiyi olur. Hədiyyənin böyüyü kiçiyi olmaz, amma sizə çox gözəl endirim elədik. Yəni əsas odur ki, siz o malı, yəni aldığınız stol-stula çox böyük endirim olundu. Değerli dostlar, buradan stol aldım. Stolu inşallah evinizdə görərsiniz. Görün bəyənirsiniz ya yox, hə. Bizdən cehiz kampaniyalarımız var. Kim gəlib dəyərlənərsə, üstündə bizim yaxşı hədiyyələrimiz də olacaq. Çox böyük sizin səhifədən gələn insanların hər birinə inşallah çox gözəl, yüksək səviyyədə endirimlər olacaqdır, hədiyyələrimiz olacaqdır. Bayram ərəfəsidir, inşallah toylar başlayır. İnşallah. Yəni kim Bir cehiz dəsti, yataq dəsti, divan, hamısı dəst alsalar. bəli. Üstündə məsəl üçün izləyicilərə maraqlıdır ki, üstündə nə verəcəksiniz? Onların üstündə məsələn tək çarpayı hədiyyə verə bilərik. Məsələn, jurnalini verə bilərik. Taxtın üzərində ortopedik döşəyi biz onlara belə hədiyyə verə bilərik. Yüksək səviyyəli döşəklərimiz var, onlarla hədiyyə verə bilərik. Yəni nəyi yoxdursa biz orada ona biz hədiyyə eləyə bilərik. Yəni gücümüz hansı hədiyyə çatırsa biz onu hədiyyə eləyirik. Bəli, bəli. Aldığı məhsula baxır. Yəni belə də ki, endirimlərimiz olacaq. Çox sağ olun, Allah razı olsun. Sağ olun. Siz də aldığınız məhsul xeyirli olsun. Can sağlığı ilə işlədəsiniz. İnşallah. İnşallah davamlı olsun. Buyurun. Sağ olun. Can sağlığı ilə xeyirli günlərdə üstü bol olsun. Yəni ruzili bərəkətli olsun. Əsas odur. Qonaqlı qaralı olasınız hər zaman. Allah var eləsin. Sağ ol. Çox gözəl də bir seçim elədiniz can sağlığı ilə. Sağ olun. Bizdə deməli bank yolu ilə də kreditimiz də var. Tək şəxsiyyət vəsiqəsi ilə yaxınlaşa bilərsiniz. Çox uzağa getmədən elə burdaca biz onun kreditini gerçəkləşdirə bilərik. Heç ödəniş eləmədən, heç bir yerə getmədən, yəni çox yaxın bir məsafədə kreditini gerçəkləşdirə bilərik inşallah. Değerli dostlar, elə mən də ev aldım. Kreditdən aldım. İlkin ödənişsiz aldım. Bəli, Sizi də gözləyirəm bura. inşallah. İnşallah. Xeyir olsun. Sağ olun. Mağazında bağırıb çıxırıq. Sağ ol qızım. Qaranlıq düşdü. Hə, dəyərli izləyicilər, deməli axtarıb tapa bilməsəz S29 binadır, 2-ci korpus. Bu ara yolla gələndə qutaracaqda, deməli çıxışa az qalmış, idealdır. Bu günləri sizin bu günləri sizin xətrinizə danışmadım. Bu günləri danışığı qadınlara verdim. Bütün videoların hamısını deyirlər ki, sən danışmaq, onlar danışsın. Və bu dəfə danışmaq olaraq oldu. Gecəniz xeyrə qalsın, sağ olun. Yaxşı yox, sağ olun. Sağ olun qardaş. Sağ ol. Değerli dostlar, aldım. Çox xahiş edirəm ki, rəy bölməsində yazasınız. Xoşunuza gəldimi? Gəldisə, Hələ görməyiblər ağa. hə də indi rəy Bu hə, bu da görəcəklər, opsunu da görün. Rəy bölməsində yazarsınız. Həm oğlum göstərdim, oğlanlarım onu bəyəndi. Həm Röyal, həm Ramil. Birinci o biri bəyənmişdi Samir. Uşaqlar onu xoşlamadılar. Sonra hamımız birlikdə onu bəyəndik. Yəni, inşallah videonun arkasında görüşərik. Поверните налево.
Oldu ya Alisa, getdik. Через 200 метров поверните налево. İnşallah bayram süfrəsində, bayram hazırlığında görüşənərik. Değerli dostlar, hamınızı xoş gördük yenə. Bayram çəkilişlərimizi edirik. Şəkər bura bişiririk. Şəkər buranın xəmiri kanalımızda var. Hazırlanması. Baklava hazırlayırıq, soba baklavası. Bunun için bize lazımdır 1 stəkan süt, 2 xörək qaşığı smetan, 200 qram əridilmiş yağ, 3 yumurtanın sarısı, yarım çay qaşığı maya, aparana qədər un. Hamısını bir yerə töküb qarışdırırıq. Kündələrə böldük. 12 ədəd kündə olur. 10 dənəsi balaca olur. Alt üst böyük kündələr olur. Alt üst ondan ötəri böyük gün, üst ondan ötəridir ki, gözəlliyi gözəl görünsün. Altdakın yapışıb ora qalmasın, qalın olsun biraz.
Üzerine renklemek için 2 yumurtanın sarısı, limon rengi, bir de ki portakal rengi. İkisinden de yumurtanın içerisine karıştırırız. Şərbət hazırlayırıq. Şərbət üçün stəkan yarım şəkər, stəkan yarım su qoyuruq. Qatılaşana kimi qaynasın. Şərbət üçün üzərinə 1 xörək qaşığı bal, şərbət əlavə edirik. 1 dilim də limon əlavə edirik. Yüzü biraz kızardıktan sonra kozu yumurtanın altına batırırız. Üzerine düzülür. Özel bu parmağımla bir dalına teşebbüsün geri aslında bu böyle. Gelme mi? Bunun bana değil mi? Saat çevirmez. Değerli izleyiciler, bu da bu ilin 2025 ilin bayram süfrəsi. Bugün axırıncı çərşənbədir. Bütün xalqımızın bayramını təbrik edirəm. Bu ay Ramazan ayı da bu il Novruz bayramına denk geldi. Keçən il də gəlmişdi. Bugün artıq 16-cı gündür. Oruçluq ayının. Allah oruç tutanların orucunu qəbul eləsin. Allah xalqımızı sağ salamat eləsin. Allah sən yerdə duran əsgərlərimizə möhkəmlik versin. Şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı. Bir daha belə müharibələr olmasın. Değerli dostlar, herkesin bayramı mübarek olsun. Nice böyle güzel illere, ailenizle, balalarınızla bir yerde inşallah. Daim hoş Amin. günler görəsiz. Masanın da
Yadımızdan çıxıb üstünü düzəltməyimi göstərmədik. Böyle görsənin çay süfrəsində göstərsən, ha? Değerli dostlar, beğendinizse çok xahiş edirəm. Masam hakkında yazarsınız reylerde. Вот она семья, мы вместе навсегда. Папа Самир сильный, как лев, держит всегда. Мама Гюнель, королева, светит, как всегда. Роял и Рамиль, сыновья радость нам дарят. Захра маленькая звезда, сияет каждый день. Спасибо вам, подписчики, за просмотр, за миг. Постой немного, вдохни любовь. Подписчики с нами, это наша кровь. Каждый лайк, каждый клик, это наш полет. Вы причина, что семья так живет. Танцуем по жизни, без остановки вперед. Это семья любви, на каждом шаге растет. Самир ведет, Юнер за всем следит. Дети смеются, веселье горит. Давайте сделаем вирусным, делитесь добром. Азербайджанская семья всегда напролом. Наши подписчики, без вас нам никуда. Спасибо за все, мы к звездам всегда. Всегда. Мама Гюнель, королева, светит, как всегда. Роял и Рамиль, сыновья радость нам дарят. Захра маленькая звезда, сияет каждый день. Спасибо вам, подписчики, за просмотр, за миг. Постой немного, вдохни любовь.